Başladıq. Deməli, sualca belə görək qaydaları kim oxuyub, kimlər təkrarlayıb, kimlər təkrarlamayıb. Birinci ona baxaq, sonra. Deməli, Oğuz, de görüm. Sep operatoru var idi. Printin içində işləlirdik. Printin daxilində 2, 3, 4 vergül qoyurdum. 2, vergül, 3, vergül, 4 vergül, sep yazmışam. Sep qoyurdum. Arasına məsələn dırnağın içinə ulduz qoydum. Ninir. Əlavə edir. Necə əlavə edir? Sözlərin arasına. Sözlərin arasına, aha. Amma axırıncıya əlavə eləmirdi da mən. Axırıncıdan sonra söz yox edirdi. Bəs əvvəl əlavə edir, ən başa. Ən başda əlavə eləmirdi. Ancaq hara əlavə edir? Aralar. Bəs end neyir, Murad? Aha. Necə? End operatoru neyir? Sondur da, yəni Xeyr. End operatoru neyir? Enddən əvvəl 5 qoymuşsa, başlıqda da 7 qoymuşsa, print 7. Aha. 5-dən 7-nin yanına qoyurdum. Ayso, altdakı neçə printə təsir edə bilir? Bir dənəsinə. Ancaq üstdəki printə təsir edə bilir, altdakı end. Yox. Bəs özünə təsir edə bilir? Yox, ancaq altdakına. Yaxşı. Sonra Murad, Nəsirli Murad, online. Buradayıq. Murad, de görün mənə. Sətrin metodlarını saya bilərsən, 7 dənə var cədvəlin içində. Sətrin metodları. Update olan. Aha, de görüm. Deməli, saydıq, upper, lower. Sonra. Oxumamışıq Murad. Oxumamışıq. Upper, lower. Capitalize. Count. Replace. Deyirəm, mən burada. Find. Sonra. Bəli, 7 də vurur. Strip idi. Strip bir də. Düzdür? Strip. Split də var. Split də sətrin metodudur. Amma 7 dənə cədvəlin içindəkini deyəndə split oraya əlavə eləmirsiniz, yaxşı? Split nədir bəs? Split neyir? Sətirdən lissə çevirir. Düzdürmü? Nəyə əsasən? Məsəl üçün, möhtərizəsinin içinə heç qoymamışam. Splitdən heç göndərməmişəm. Möhtərizəsinin içinə. Onda neyir? Boşluqlara görə ayrılır da, düzdür? Aha. Bəs splitdə möhtərizənin içinə dırnaqda A göndərmişəm. Onda neyir? A-lara görə bölürür bu səfərdə, düzdür? Yazırsınız, dırnaqda 0 yazmışdım. Sıfırlara görə bölmürdü. 5 göndərdiyi float tipində. Aha. Sonra listi metodları. Listi metodları. Kim sayır? Camal say. Listi metodları. Count. Reverse. Replace. Replace sətri metodu. Join var. Join də listi metodu. Amma ora qatma hələ ki. Remove deyə bir şey, sort. Uşaqlar, bir nəfər saysın, bir nəfər. Hamısını kim bilir? 7 dənə. Kim bilir səlis deyə biləcək? Belə verirəm, amma Bəli. Nə metodları? Listi metodları. Listi metodları. Append, count. Append, count. List, sətr list. List. Append, count. Sonra Reverse, index, Sort. Split. Split'i saymıyor. Split yoxdur. Split sətri metodudur. Insert demişdik. List var. List funksiyadır Mədənə. Bax, metodları istəyirik, funksiyaları yox. Listi, maksimumdur, maxdır, minimumdur, max, min, maksimum, minimum, yəni bir list, sonra siz deyin. Bunlar hamısında da funksiyadır. Length funksiyası da len funksiyası, o da funksiyadır. Ağzımıza deyirik funksiya. Metodları isə aslıydı. Listin metodları asıldır listdən, sətri metodları asılı sətirdən. Yaxşı, tam aydın. Bax, metodlar nöqtə ilə yazılır. Amma listlər nöqtəsiz yazılır. Yəni, birbaşa list yazıram. Çünki qlobaldadır. Yəni, heç kimin asılılığı yoxdur. Hətta belə demişdik, bütün funksiyalar həmçinin nədir? Daha doğrusu, bütün metodlar həmçinin nədir? Bütün metodlar həmçinin bir funksiyadır. Amma bütün funksiyalar metoddur mu? Xeyr. Ancaq bütün metodlar funksiyalardır, yaxşı? Belə. Murad, de görüm.
qonşuluq matrisində tillərin sayı nə qədərdir? Yəni til deyəndə neçə 1 deməkdir qonşuluq matrisində. Bir til deyəndə qonşuluq matrisində neçə 1 deməkdir o? Qonşuluq matrisində bir qövs deyəndə neçə 1 deməkdir? Bir göstər, qonşuluq matrisində. Aha. Bir deyil mi? 1. Bəs bir til deyəndə? 2. 2 niyə? Çünki 2 dənə qövs ayırır. Geliş gəlişi var tilin, amma qövsdə ancaq bir tərəfli yol idi demişdik, düzdür? Bir tərəfli yol idisə deməli bir dənə birim var. Amma geliş gəliş olan tildə geliş gəliş var deyə 2 dənə bir deməkdir bir dənə til, düzdür? İndi deyirəm 5 dənə tilim var kənar. Qonşuluq matrisində neçə 1 var? 10. Başa düşdük? Aydındır? Murad təkrarlamırıq, qaydaları təkrarlamaq lazımdır. Modelləşdirməyə bak. Bəli, modelə, hər oradan burada. Sonra deyirəm ki, 32-li say sistemində bir simvol neçə bitdir? 32. 1, 2 üstü 5, 5 bit. 5 bit. İndi deyirəm ki, Aysu, 2-dən 5, 32-li say sistemində keçəndə neçə bölürəm? 5 5 böləcəm də. 64-lü say sistemində keçəndə? 6. Tam aydın. Dəqiq. Gəlin indi ətraflara baxaq. Başlayaq baxmağa. Ekran paylaşmam sizə böyle. Paylaşırım. Mədinə, sən mənə de görüm, maksimum funksiyası sətirdə necə işləyir, integerdə necə işləyir? Necə müəllim? Sən mənə de görüm, maksimum funksiyası var idi. O sətirdə necə işləyir, integerdə necə işləyir? Sətirdə Listin içində bir integer ədədlərim var. Bir dənə də listim var, orada ancaq içində sətr tipindən datalarım var. İndi mən tutaq ki, A listində ancaq integerdir, B listində də ancaq sətirlərdir. İkisində maksimum tapmaq istəyirəm. A-da nə tapacaq, B-də necə tapacaq? integerdə ən böyüyünü tapacaq. Integerdə ən böyüdə tapacaq. Bəs sətirdə? Sətirdə də ən böyüyünü. Bildim, düzdür, ən böyüyünü tapır. Prosta necə işləyir, yəni nə məntiqi ilə işləyir? Sən çox təkrarlan. İndeksinə. Bir indeksinə görə, ASCII. 2 də ASCII-yə görə, ikisinə görə də. Həm indeksinə görə, həm də ASCII-yə görə. Tam aydındır. Bax bunu deyirdim. A bərabərdir məsəl üçün burada 2, 3, 4, 5 deyəndə bir dənə 45 deyək. Burada ən böyük nə çıxacaq? 45-i. B listində deyirəm ki, bax indi dırnaqda A, dırnaqda AB, dırnaqda AC, burada deyirəm dırnaqda AA, BB, CC. Hansını çıxaracaq uşaqlar? Printə versəm A-nı və B-ni. Hə? Ekrana baxırsınız. Printə A və B-ni versəm nə çıxaracaq? Baxırsınız. Mən də ekran Görmür uşaqlar ekranı. Mən də göstərməyəm. Necə gör? Gəldim. Gəldi. Ekran böyle dolanır ki. Məndə yoxdur. Indi açıldı. A-da 45'i verəcək bizə. Maksimum. A-da 45 verəcək. Ha, B-də AC-ni. AC. Sizin heç satmazsın mənimlə. Deyirəm ki, ikisində maksimum tapmaq istəyirəm. Heç çıxartmamışam düzdür. Doğrudan heç çıxartmamışam. Maksimum A, maksimum B. Belə. Görsəniz lazım yoxsa? Bəli, bəli. Birincidə 45 sayacaq A-da, ikincidə AC. Bəli, şu. Tam aydındır hamıya. Bəli. Bunu bağladım. Yox, mən istədim mən. Nəyi? Ətrafları. Yox, kodu. Yazdığınızı. Hə, bunu Bəli. düz işləyirdim. Gəl baxaq. Rəvizə qalmasın, generalliyi. 45 nə alacaq, düzdür. Bunu bu arada biz burada yox, yaxşı ki dedik. Bunu 10B-də yox, 10A-da açmalıyam. İndi gəlin başlayaq
Ətraflı vermişəm də, evet, düzdür? Hə? Ətrafları onda yoxdur ya. Qapalılar, açıqlar, hamısını yoxlamışıq. Suallarımız qalmayıb. Sınav 8-i yoxladınız keçən həftə. Sınaq 8, sınaq 8 vermişəm. Yoxlamamışam da. Ətraflının birinci yoxlaya. Ya da sınaq 8 istəyir yoxlaya. Onda. Ətraflarını yazmamışam. Ətrafları neçəyə qədər yazmışsınız? Yaza bilən var. Mən yazdım. Hamısını. Demək olar. 148-ə kimi. Başqa kim yazıb axıra qədər? Yaza bilməmişik, get ver. 129-a kimi yazdım. Tamam. Ali, Bəli. var mı fikir edeyim? Ben anladım. Tez oldu elə. Sınaq 8 yazılır. Sınaq 8. Açdınız hamınız. Murat. Online. Bəli. Gəlin bunu yoxlayana qədər davam edir indi. Bu boyda izlə poşet. 78. Bunu yadda saxladıq 100%. Dəqiq. Ali, ben internetim bir bu. 17. Neçə baxırıq? 17 var ən balaca. 17-17-dən sonra 24. Sırayla tələsməyək. 17-də mən səhvim. Deməli, dil Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən eləyin. Qəttən qulaq asırıq yenə. Zaman fikrimiz dərsədir. Dil Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən eləyin. Deməli, bir dənə abituriyent sözünü bizə verib. Bir dənə də nə verib uşaqlar? Boş sətir verib. Bax, boş sətir. Bunun adı nə oldu? Boş sətir. Yəni, boş string da, düzdür? Diqqətlə qulaq asırıq. Sətrin daxilində də abituriyent sözünü verib, düşürəm aşağıda for dövrünə çalmışam, həmin bu S sətrimi. Birinci dövrdə I neçə olacaq? A. Da abituriyent sözünü, bax, abituriyent sözünü, o yol, buna xətt belə çəkdim. Mən bunu əyri qoymuşam, ona görə rahat gəlməyəm. Deməli, bu S sətrimiz olacaq nə? Dırnaqda abituriyent. Abituriyent. Kimin sual ki bu? Mənim yedim. Tam baxsında qoy, tam başa şey. I bərabərdir A-ya, ilk dövrdə. Yəni, A-ya bərabərsə R-in üstünə gəlmişəm, B gəlmişəm. Deməli, R nə bərabər olacaq? Birinci dövrdə B gəldi, da düzdür. Sonra, növbəti dövrdə B, deməli, birinci B gəldi. O birisilərə baxmıram, çünki Elif ezdir. Baxmıram. Növbəti dövrə keçdirəm. Nə gəlir? B. B bərabərdir kimə? A-ya yox. B-yə bərabərdir, bərabərdir. R-in üstünə gələm nə? C-ni. Sonra növbəti dövrə keçirəm yenə. I. I-yə bərabər olan var? Yox. I-yə bərabər deyilsə, ez qoluna düşəcəm da, düzdürmü? Ez qoluna düşəndə nə gəlirəm üstünə? E gəlirəm. T. T-yə bərabər olan var? Yox. Yenə E gəlirəm üstünə. U-ya bərabər cavab çıxdı? B, C, Y. Tam aydın. Zaten bir dənə A və B hərfləri var idi. A və B hərfləri də burada qeyd olunubdur. Bir də C. C də yoxdur qalanlarında. Hamısı fərqli hərfdir. A-dan və B-dən və C-dən. Ona görə də həmişə nəyə düşəcək? E-yə düşəcək. Sildim onu da. Qeyd elədiniz. Başa düşdünüz. Murat. Murat başa düşdü. Başa düşdüm. Mədinə başa düşürük. Yazmışdıq bunu. Bəli, başa düşdüm. Sildim. Sonra necə oturur? Mənim səhvim orada oldu ki, mən A kimi götürmüşəm, elə bilmişəm orada I yox, R bərabər olur.
Necə? Eri A kimi götürmüsən. Elə bilmişəm ki, R A-ya bərabər olur. A-nın da üstündən B gəlir. Ona görə cavabı görəndə yoxdur, ona görə. A ilə başlayan cavab yoxdur da ona görə. Diqqətli olduğun nədir? Nəyə diqqətli ol? Dırnağın içində göstərilən var. Ha, onu soruşur sənə. O datadır. Amma dırnağın içində olmayanlar dəyişəndir. Yaxşı, dəyişən adıdır. Başa düşdüm. Sonra neçə baxdıq? Burada nəyəsə sildim. İncə 24. İlmdə kim sualı? Baxdıq. Bunu biraz balacalaşdıraq. Deyir ki bizə diqqətdən baxaq yenə dərsə. Python dilində deyir tərtib olunmuş proqramın nəticəsini müəyyənləyin. ls bir dənə nəyim var? Array'im var, listim. Deməli bunun gəl indekslərini qeyd edək. Çünki niyə baxıram görürəm ki burada ls 1 və 3 aralıq verib. Gəl bunu görək də gözümüzdən. O bu 0-cı indeksdir. Bu 1-ci indeks. İndeks birləşdirməsindən başlayır, 0-dan başlayır. Bu 2-ci indeks, bu 3-cü, bu 4, bu 5, bu da 6. İndi bizə verib ls 1 və 3. Elə bir ki uşaqlar bax bu tortdur. Tortu kəsirəm. Hardan başlamağa kəsməyə? 1-dən. Yəni bax buradan kəsdim, buradan başlayıram. 3-ə qədər, 3-ün özünü götürmürsüz. 3-ə qədərdirsə hara qədər gedirəm? 3-cü indeks. Deyil ki, belə. Necə? 3 daxil deyil. 3 daxil deyil, yox bax. Range kimi baxacaqsan. 3 elə bir 3 çıx 1 kimi. 3 çıx 1 daxildir, 2-yə daxildir. 1 və 5 daxildir. Bəli, 1 və 5. Yəni 1 və 5-ci elementləri nə istəyir? Samdır. Sam nədir? Sam cəmdir. Cəmi göndərmişəm. Bu da nə verəcək mənə? 5-də cəmi 6 edir demək. 6 edir. 6-nı tapdıq, A-ya mənimsətdik. Burada gəlib B-yə tapırıq indi. B nəyə bərabərdir? Bu bax bərabər. İndeks 3. A bərabərdir 6. B-ni tapaq. B nəyə bərabərdir? ls nöqtə indeks 3. 3-cü elementin indeksi. 3-cü elementin indeksi bax başdakı 3-dür da, düzdür. Elə birbaşa onu tapmayacaq. 6-nı. Çünki indeks demişdik necə tapır? İş tapdığı elementin indeksini qaytarır da sənə, düzdürmü? İş tapdıqda neçənci indeksdə yerləşib? 0-da. Düzdürmü? Deməli nə qaytardı bizə? 0. A plus B. A plus B. O da 6 üstəgə 0 6 bərabər. üstəgə 0 bərabərdir 6-ya. Düzdür? Onu da printə də A, B-ni verəndə printə ilə cavab çıxacaq 6. Və cavab hansıdır? Mən açıq tiplidir. Başa düşdünüz niyə 6 çıxdı? Qeyd edeyim. Bu 1 və 5-dir. Mən bir dəfə də izah edə bilərsiniz. Bir dəfə də izah edeyim. Sildim tam. Aha, baxdıq. Bax, bizim ls listimiz verib. Listimizin də biz bilirik ki, indeksi var. İndeksə 1-2 nəsdən başlayır? 0-dan. 0-cı indeksdən başlayanda bu olur 0, bu olur 1, bu olur 2, bu olur 3, bu 4, bu 5, bu da 6. İndi gəlib düşürəm aşağı. A bərabərdir. Gəl görək bu nəyə bərabərdir? Hətta bərabər qoymayaq. Daha düzgün olar ox qoymağımız. Yəni nəyə bərabərdir? Sam ls, sam bilirik ki toplamadır. Excel'dən də bizə məlumdur. Düzdürmü? Sam deyir cədvəl listin içindəkiləri indi toplayacaq. Excel'də də birlikdə diapazon aralığındakını toplayırıq da. İndi ls listimin elə bir ki tortdur, qısok götürürəm. 1-3-cü indekslərin arasındakını götürürəm. Bax 1-dən başlayırıq. 1-in özünü götürürsən. 1-ci indeks buradır. 1-in özünü götürdün. Buradan. Və 3-cü indeksə qədər. 3-cü indeksdə bax budur. 3-cü indeksdə elementdə 6-dır. 6-nı götürmürsən. 2-yə qədər. Range'də var ha. Range'də necə idi? Deyirdim 0-dan başla 3-ə qədər get. Yəni 0 parça amma 3 aralıq. Eyni şəkildə bax burada da belədir. 1 parçadır amma 3 aralıqdır. Yəni 2-yə qədər gedəcəksən. Tam ədədlər götürəcəksən da elə ki. 2-yə qədər götürəcəksən. Yəni 3-ü sildim. 1 və 5 götürdüm. Burada nə alındı bizdə? Sam daxilində listin içində qısoku götürdüm. Listin içində 1 və 5-i göndərdim bura. İndi sum funksiyasındakı hansı listi götürmüsənsə, göndərmisənsə samın daxilinə, həmin listin içindəki nə qədər element var, hamısını cəmləyib çıxaracaq sənə. 2 dənə elementim var, 1 və 5. Cəmlə qaytarır mənə. 6.
A oldu 6. Yəni A bərabərdir 6-ya. İndi B lazımdır bizə tapmaq. B də burdadır. ls.index 3 göndərmişəm. İndi indeksə göndərdiyim elə indeks deyil bax. Bu 3-cü indeks demək deyil. Bu göndərdiyim elementdir. Təbii ki, indeksin mötərizəsi daxilinə element göndərirsən. İndeks yox. Hansı listdən? ls listindən. ls listindən indeksinə element göndərdim. Hansı elementi? 3-ü. 3 getdi bunun arasına. 3. İndi listin içindəki ilk 3 hardadır? Bax, bunları silim. Bax, bayaqlarımı, yazdıqlarımızı bunları silim. İlk 3 hansıdır? 0-cı indeks. Deməli, onda bu da nəyə bərabər oldu? 0-a. Onda B də nəyə bərabərdir? 0-a. İndi bizə printə A plus B verib. A plus B, yəni 6 plus 0. O da elədi 6. Printə də verdim 6. Başa düşdük. Yoxsa ilişdiyim bir yer varsa denə. Bir başa düşdüm. Əla. Hamı başa düşdü uşaqlar. Kənan, İbrahim. Murat yazmışdıq bunu, yoxsa başa düşdük? Düşmüştüm ben. Əla. Online Murat. Bizim Murat. Məndən xeyli boşluq var. Tamam. Sildim. Neçə baxırıq? Deyin gəlsin. 26. Baxdıq. Deməli, deyir Python ilə tərtib olmuş proqram dilinin məqsədi. Bax uşaqlar, 9145-i göndərib, amma birbaşa nəyin daxilində? STR-in. Bu mənə nə çıxardacaq? Sonra da listə çevirib eləyirsən. Bəli, 9145 eləyəcək. Sonra niyə listə çevirib? Niyə birbaşa integerdən listə çevirmiş uşaqlar sizcə? Integerdən listə çevirib. Birbaşa niyə çevirməyib? Alınmır çünki. Bəli, çünki error verir. Integerdən birbaşa listə çevriliş yoxdur. Əgər integeri listə çevirmək istəyirəmsə, birinci onu STR-ə, sonra listə gətirəcəm. Yadınızda qalan? Hə? List yazıb içində Bir-bir danışıq STR yaza bilməz ki. Yox, onda o integer də daxil. Belə deyirsən. Bax, bir integer elementi, uşaqlar yadınızda saxlayın, integer elementi birbaşa listə çevirə bilmərəm. Birinci STR-ə, ondan sonra listə çevirəcəm. Yadda qaldı. İndi bu da listə çevrildi. Nə olacaq? Kvadrat mötərizəsinin içində bu elementləri xırtişələyəcək də. Demişdi list nədir? Qəssab. ISO. Hamısını böldü. 9 ayrı, 1 ayrı, bu 4 də ayrı, bu 5 də ayrı. Qəssabdır da, hamısını tikələdi. Sonra gəldim, burada yenə bir dənə boş sətr açmışam. Düzdür? Boş sətrimiz var. Və gəlmişəm burada, dövrə salmışam nəyi? N-i. N nədir bizdə? Listimiz. Onda birinci dövrdə nə gələcək? 9. 9 gələcək bura. X olacaq 9 birinci dövrdə və sətr tipindədir, dırnaqdadır. Onu nəyə çevirdi? Integerə çevirdi. Bax, diqqətli olun, integerə çevirdi və 5-dən, integer 5-dən böyükdürmü? Integer 9, integer 5-dən böyükdür. Bəli. Ona görə ez qolu getdi. Gəlirəm bura düşür. Onu da STR-ə çevirir. Bəli, 9-un üstünə 1 gəlir, 10. Onu da STR-ə çevirir. R üstəyənsin 10 elə 10 elədi. Düzdür? Sonra növbət dövrdə 1 gəlir. 1 böyükdür 5-dən. Yox. Gəlir bu səfər STR integer x plus 1. 1-i integerə çevirir 1. 1-in üstünə 1, 2. 2-ni də eləyir. Təzdən. 2-ni də 10 üstünə gəlir. Aha, 2-nin də üstünə 10 gəlir. Amma ikisi də nə tipindədir? STR. O da nə eləyir? 10-dan ayrıca 12. 210. 210. 2 ilə STR-ləri toplanın nə yerdir? Hə, yan-yana qoy. Bəli, bax 1 üstəyənsin 2. Nə verir mənə? STR tipindədir ikisi də. İntegerlə qarışdırdım onu. 12 verir də, düzdür? 2 üstəyəl 1 nə verir mənə? 2 üstəyəl 1. 21. 21. 1 üstəyəl 2. 12. Tam aydındır. Gəlirəm indi bura.
Bax buradan yenə də 210 aldıq. Növbəti dövrə keçirəm. 4-ə. 4 böyükdür 5-dən. Yox, EZ düşəcək. EZ düşəndə nə edəcək? İntegeri çevirdi. Elədi 4. 4-ün üstünə 1 gəldim 5. 5-i də gəldim yenə əvvəlinə. 210-un da əvvəlinə gələndə nə alır? 5210. Və ən axırıncı 5. 5 böyükdür 5-dən. Yenə yox. 65210 eləyir da mən. 65210. Bəli. Bu da sətirdə. 65210 alır, dövrdən çıxır və printə verir eli. O da elədi nə? 65000 elə 210. Sətr tipində. Tam aydındır. Cavab necə alınır? Başa düşdüsə qeyd edin, silim. Qeyd elədim mən. Tam aydındır. Murad aydındır 100%. Camal. Ekran görüntüsü aldım. Yox, 4 məndən qeyd. Qeyd edin inşallah. Əlinə yazın. Sileyim. Sildim. 28, 29, 30. Buna ehtiyac yoxdur. Bunu neyəm? Elə bir başqa kodun yazaq da. Gəlin yazaq bir yerdə. Baxırsınız. Dona gəlir yoxsa tez gəlir? Dözəli. Azca donar. Yəni bir cüzi xırdadsa o problem yoxdur. Aha. Deyir indi klaviaturadan daxil ediləcək S sətrində A simvollarının indekslərinin cəmini hesablayan proqram faylında yazılır. İndi klaviaturadan daxil edəcək S sətri deyir, düzdürmü? Onda ağzı üzündə, ağızda nədir? S. Nə deyəcəm onda? S bərabərdir. S-ə mənim sədrəm. Nə? Ekran getmə. Ekran getdi. Hamı da gedir. Məndə də getdi. Ver. Görünür. Görünür uşaqlar sizdə digərlərində. Hələ gəlmir belə. Məndə görünür. Aha. Maraqlı. Gəldi uşaqlar sizdə. Gəldi? Xeyr. Gəldi. Baxın. Hə, indi gəldi mənim. Aha. Qoy qoyaqdan getsin. Baxdıq. S bərabərdir. Bəlkə ikiniz bir telefondan girəsiniz uşaqlar. Davay olsun. Çünki bəlkə də yüklənmə çoxdur internet, ona görə də dolur. Yox, mən bütün belə Oradan isə bəzən mən Wi-Fi qazananda çıxır axı, məndə də belə çıxır. heç nə olur. S bərabərdir. Diqqətlə baxın. İkiniz bir telefondan girin ki, yüklənmə azalsın biraz. S bərabərdir. Deyirəm ki, S sətrində A simvollarının indekslərinin cəmini hesablayan proqram faylında yazın. S sətrində kalkulun daxiləcə S sətri. S bərabər nə dedim? Sətr daxil etmək istəyirəm. Elə input deyəcəm də sadə. Input nə tipindədir sadə halda uşaqlar? 100 dəfə demişim. STR tipindədir, string tipindədir, düzdür? Deməli elə S bərabərdə input desəm bəs edir. İndi S sətrindəki A simvollarının indekslərinin cəmini hesablayaq. Tamam, ancaq A simvolunun indeksləri cəmini. Deməli gələm, bir dənə deyirəm ki, gəl cəm deyə 0 yaradaq. Tamam, C bərabərdir 0 yaradaq. Və fora salın bu S-i. Range ilə prosto. Range ilə yazıram nə? 0-dan başla. Len elə birbaşa S deyək də qısacası. Len S. Len S deyəndə bunun start dəyəri S-dən başlayır. Range-də start dəyəri 0-dan başlayır. Addım neçəyə addım deyir? 1-1. Len S-ə qədər də gedir, uzunluğuna qədər gedir. İndi gəlib deyirəm ki, burada əgər S kəsik I bərabərdirsə nəyə? A simvoluna. A simvolu nə istəyir məndən? İndekslər cəmində. Əgər A simvoluna... Sadə input verəndə STR tipində olur. Hə, sadə input verəndə istəyir.
Əgər deyirəm ki, bax S kəsi I A-ya bərabərdirsə A simvoluna. Onda gəl burada deyirəm ki, C bərabərdir. C üstə gəlinsin. Həm bu indeks, yəni I. Sənə demir A simvolu olan indeksləri cəmini hesablayan. Üstədə bax S kəsi I əgər A-ya bərabərdirsə, onda C-də mənimsədirəm, C üstə gəlinsin I-ni. C-də həmin indeksləri toplayıram. Tam aydındır. Düşdü aşağı, çıxdım buradan çıxdım. Deyirəm print C. Run edirəm. Məsəl üçün salam deyirəm. Salamda A-ların indeksləri neçədir? Bu 1-dir, bu da 3-dür. 1 ilə 3-ün cəmi neçə verir? 4. 4-ə verdi. Başa düşdük? Else verip daha da genişlendirme olar mı? Necə genişləndirmə? Else verəm belə əks halda Hə, sənə desəydi, şərtdə desəydi ki, əks halda belə, onu da ezin qoyacaqsan, yazacaqsın. Tamam. Vermirsə nəyə lazımdır? Heç nə ehtiyac yoxdur. və ya da boşluq çıxartması üçün verə bilər. Necə boşluq? Sadəcə nan yazsın da belə. Yox, neyirsən elə bir şey? Deyir ki, sənə sadəcə A simvolu indekslərin cəmini hesablayam. Şu. Tamam, aydın. O gələcəkdə olacaq, məsələn, sən deyin ki, try-catch'ə salacaqsan. 29 baxdıq. Deyir, klaviaturun daxil edilmiş rəqəm və simvollardan ibarət olan sətirdə yanaşı gələn rəqəm simvollarının əmələ gətirdiyi ədədlərin cəmini çıxışa verən proqram Pythonda yazın deyir. Birinci ələ qulaq asaq, sonra yazarsın. İndi burada lazımdır bizə nə? Rəqəmlərin daxil edilmiş rəqəm və simvollardan ibarət olan sətirdə yanaşı gələn rəqəm simvolunun əmələ gətirdiyi ədədlərin. Məsələn, 123-ü yan-yana yazında 123, üstənsin 34, üstənsin 9. Nə verir bizə? 166 verir. 10 istəyir bizdən. Bax, 10 üstəyir 11. Nə verir? 21. Bunları biz yan-yana birləşdirməliyik. Bunu necə yaza bilər uşaqlar? Ağza nəsə gəlir? Birinci mənim n input verər. Başlanğıc. Aha, yazdım. Sonra necə eləyək? Bir dənə də bir şey verəm, yəni boş sətr kimi. Yanaşı gələn. Necə verir? Boş sətr kimi bir şey verəm. Niyə boş sətr? Yaxşı yazaq, qəşəng. O nə üçündür? Cəmi üçün. Aha, olar. Ondan sonra for verək də dövrə sal. Bəlkə özünüzə yazırsınız. Bax, bəzən şikayət düşürük. Tam fikirləşəndirəm olur. C yazaq, yaxşı. Bax, deyir ki, klaviaturun daxilmiş rəqəm və simvollardan ibarət olan sətirdə yanaşı gələn rəqəm simvolunun əmələ gətirdiyi ədədlərin cəmini çıxışa verin. 123, məsələn, 1, 2, 3 yanaşı gəlir axı. Bunlar yanaşı gələndə nə? Hansı ədəd alınır? 123. 123, sonra 34 gəlir, bax, 3 ilə 4 yanaşı gəlir, 34 əmələ. Rəqəmlərin cəmi də. Yox, 123 ilə 34 toplayacaqsın. Bəs 9. Sonra üstünə 9 gələcəksən ən axırda. 9 da ədəd daxil, həm də. Hamısı ancaq rəqəmlərin cəmidir. Rəqəmlərin cəmi yox, ədədlər cəmi. Hə, ədədlər cəmi. Çünki 123 ədəd daxildir. 34 ədəd daxil. 9 hər rəqəmdir. Rəqəmlərin cəmi o demək ki, 1, 2, 3 topla. Amma 123 istəyirsən 34 plus 9 istəyirsən. Bildin? Başa düşdük dəqiq. Bax, indi onu düzəltmək üçün belə eləyə bilərik. Gəl belə yazaq. Deyək ki, for i və burada s boş sətir yenə getdi. Məncə də getdi. Yazmışsınız siz bu dəqiqə. For i in range. Səsiniz kəsilir. Nə oldu? Hə, indi gəldi. Gəl. Səsiniz kəsilir. Səsim Onu kəsilir. n verək, yoxsa s verəməliyəm. Bir dənə diqqətlə qulaq asın. Ola bilər ki, səs çox gəlsin, ona görə səs kəsilir. Diqqətlə sakit oturaq qulaq asın. Bax, deyirəm ki, for, buna çıxardaq, mənə lazım deyil. For in range yazdıq. Niyə range verdim? Dövrüsü. Yox, baxın, mən nəyə yoxlamalıyam? Öz indeksi ilə yanında gələn indeksi. Düzdürmü? İkisi də elementdirmi? Integer tipindən ədəddirmi? Düzdür? Onları yoxlamalıyam 1. Onda 0 n plus 1 verəcəyik. Necə?
0m+1. 0m+1. Əslində onda yoxlaya bilərəm. Onu yoxlamaya da bilərəm. Belə də edə bilərəm. Bax. Boş verəm element. Deyək ki. Bax. Qısası belə deyək də. Mən string elə number olduğunu ayırmalıyım da. Necə? String elə number olduğunu ayırmalıyım. String və yaxud da number olduğunu ayırmalıyım. Düzdür? Düşək aşağı. De belə. Düşürəm aşağı. Bir dənə rəqəmlər deyə dəyişən yada. Bax diqqətlə qulaq asın. Rəqəmlər deyib səhv dəyişən yadıram. 0-dan düzürəm 9-a kimi. Aha. Elə rəqəmlərin içində varsa deməli bu rəqəmdir. Bunu götürməliyəm. Düzdür? Deyək ki burada da bax if əgər mənim im bərabərdirsə daha doğrusu im nəyə bərabərdirsə i qısa əsasında bu şərt də verməsəm də olardı. Ya da belə deyək də, rəqəmlərin içində, rəqəmlər nöqtə index, rəqəmlər nöqtə count. Rəqəmlər nöqtə countunda mənim bu elementim böyükdürsə 0-dan, yəni varsa içində, düzdür? Bəlkə 0-ın özünü Və yaxud da 1-ə bərabərdir, elə deyək 1-ə bərabər, düzdür? Zaten hər rəqəmdən bir dənə yazmışam da rəqəmlərdə, düzdür? Əgər 1-ə bərabərdirsə, yəni varsa bunun içində, onda S-də gəl bunu topla. S-də gəlinsin, kim? I. Tam aydındır. Bəs bu mənim range-lə vermək olmazdı ki. Range-lə də vermək olardı. Fərqi yox. İndi bir dənə problemimiz var. Nədir? Bax, 1 gəldi, düzdürmü? 1-i gələcək, növbət 4-də 2 gəlsə, 2-in gələcək, 12. Növbət 4-də 3 gəlsə, 10 da gələcək üstünə, 123 elədi. Sonra məsələn n gəldi, n-da çıxmalıdır ki, 123-ü ayırmalıyam. Onda elif verək, ya da s. Aysa, ez-nə deyəcəm? Ez-nə deyəcəm ki, əgər ücə fərqli bir rəqəm gəlirsə, yəni hərf gəlirsə, onda hərf gəlirsə, deyək ki, bir dənə B listi. Fərqlidir birdən verək də mənim. Fərqlidir rəqəmlərdən. Yox, fərqi yoxdur, ona ehtiyac yoxdur. Bax, B bir dənə boş list yarat. Ez qoluna gəl sadəcə denən ki, bax, B listinə birinci əlavə elə bu S-i. Append. Amma S-i də əlavə eləyəndə bunu nə tipinə çevir? STR? Integer. Os da STR-də da. Düzdür? Integer çevir. Toplayanda problem. Aha, problem olmasın toplayanda. Ekranız görünmür mən. Görünmür. Onda bir də mənim dövrə düşəndə o integer də olacaq axı. Bizdə dəqiq uşaqlar. Görünür indi. Uşaqlar. Böyle indi görün. Hələ də görünür. Aha, B Bəli, nöqtə. görünür. Onda Bəli. tutaq ki, salam 1 2 3 getdi. 3-dən sonra necə sən gəldi da? Onda integeri çevirəcək də. Ay, Bir də onu təzədən STR necə çevirir? İndi bax qulaq as. Biz bunu diqqətlə hələ qulaq asın, ən axırda suallarınızı verin, yaxşımı? Çünki hamı sual yaranır. Bax, bunları neylədim? Rəqəmlər nöqtə countun içinə ini göndərdim. Əgər varsa rəqəm, S-in üstünə ini gəldim, topladım onları. Doğrudur, birləşdirdim. Və gəldim, əgər ücə hərf gəlibsə, n gəlibsə. N gələndə mən bunun B listinin içinə əlavə edirəm, integer tipində və düşməliyəm aşağıda. İndi bir dənə problemimiz var. Bax, 3 gəlsə, 3-ü gəlib 123-ə birləşdirməməlidir. 1233 eləməməlidir bunu, düzdürmü? Ona görə S-i təzədən nə etməliyəm? Boş sətrə təzədən qaytarıram. Ev 2 deyirəm 123-ü. Məndə durub eləməm. 123-ü deyirəm ki, boş sətrə təzədən mənim sətr. Tam aydındır. Görürsüz? Kənan görürsüz? Gəlmədi. Məndə gəlmək mən. Aha, S boş sətrə çevirdik. Əla. İndi təzədən qayıdıram yuxarı. İndi növbəti sətirdə, məsəl üçün N, E, C, S, N-də hamısında gələcək necə? Bu boş sətrə çevirəcək. Bir dənə problemimiz var. Hər boş sətirdə də B-nin üstünə əlavə edir. Amma nə əlavə edir? Hər dəfə 0 əlavə edir. Yəni boş sətr onu 0 kimi, hətta boş sətri integer çevirməyə çalışacaq, error verəcək. Düzdür? Bax düşünün bir dənə. N gələndə N-nı necə? Gələcək B, S hələ də boşdur. Boş sətri bir dənə bunun içində if verməliyəm və B-ni də həmin ifin daxilində verməliyəm. Deməliyəm ki,
Əgər B listim len B sıfırdan fərqlidirsə, o zaman əlavə elə. Hətta len B sıfırdan fərqlidirsə, o zaman S-i boş sətrə çevir. Tam aydındır. Başa düşdün? Rəqəm yox, hərf olanda. Yəni rəqəm yox da hərf olanda əlavə edir. Bəli, rəqəm yox, hərf olan. Yox, hərf yox, rəqəm olanda əlavə elə. Bax. Deyirəm ki, listin içində ay solda heç nə olmayanda heç nə əlavə eləməli listin içində. Başa düşdün? İndi bir dənə problemimiz çözülüb. Gəlib burada printi çölə verirəm. Printdəki sum funksiyasının içində elə bizim B-ni, B listini. İndi mən burada gəlib deyirəm ki, siz deyin, məsələn, elə alma, 10, armud, 11, heyva. Ay maşallah. B listinə heç əlavə olmadı ki. Len B əgər sıfırdan fərqlidirsə, len B sıfırdan fərqlidir, len S sıfırdan fərqlidirsə. 21. Düzdür? Tam aydındır bura. Niyə len S bildiniz? S nədir? Yəni S mənim sətrimdir. Deyirəm o sətrin içi boşdursa əlavə eləmə. Əgər bu şərti yazmasaydıq uşaqlar error verəcəkdi mənə. Baxın, bax silirəm, bax sildim. İndi errora baxın. Baxın, niyə error verirsən? Çünki boş sətri integer çevirə bilərəm. Yox. Ona görə error verəcək. Bildiniz? Bax, gördünüz, partladı. Integer S deyir, integerə çevirmirəm, bax, boşluğu. Deyir, boşluq onluq say sistemində yoxdur. Tutdunuz. O erroru aradan qaldırmaq üçün mən nə etdim? If şərti verdim ki, əgər S-in boşdursa, heç ümumiyyətlə ona girmə. Ona daxil olma. İndi bir dənə problemimiz var. Nə idi? Salam 123-də. O da niyə? Baxaq da görə düz işləyir yoxsa yox. Necə sən yazdım, 34 yazdım, sağ ol dedim, 9-u göndərdim. Nə çıxmalıdır? 166. Amma run irəm, nə çıxdı? 157. Axırıncı 9-u toplamayacaq uşaqlar. Axırıncı 9-u niyə toplamır? Kim deyər? Bax, bir dənə koda baxın. Kim deyər axırıncı 9-u niyə toplamır? Əlavə eləyir deyə. Nə? Əlavə eləyir. Sonda əlavə edir. Şey görən. Əlavə boşluq gəlir axı müəllim. 9-dan sonra boşluq gəlir. O da rəqəm olmadığı üçün onu boş sətr kimi əlavə edir. Yox, bax, diqqətən qulaq asın. 9 var, axırıncı 9. Gəlir if şərtinə daxil olur, düzdürmü? Düzdür? Bəli. If şərtinə daxil olur və ez qoluna heç vaxt girmir. Ezə girməlidir. 9-dan sonra nəsə olsa da əlavə eləyəcək. Eləyəcəkdir, düzdürmü? Amma ez qoluna girmir deyə bizdə orada partlayır. Tam Bir də aydındır. bizdə 157 verir deyəsən müəllim sağ. Necə? 157 verir bizdə deyəsən sağ. 166. 157 verib də, 9-u toplamayıb da ona görə. 9-u da toplaması üçün Ona bir dənə boşluq verək də müəllim. bir dənə yox, bax, ya ən axırda çölə çıxıb, bax, burada deyə bilərsiniz ki, əgər bu şərt var, bu yazdığım son şərt, bax, bunu təzədən kopyalayıram, bax, bunu kopyalayıram. Ən çöldə bir dənə də verə bilərsiniz, bax, bu formada. Bu da düz işləyər. Çünki bu ez qoluna düşmür axı, ez qoluna düşməlidir ki, o 9-da görsün də, gəlib deyəcək ki, 9... Ya dövrdən çıxdıqdan sonra bir də... Ayso, S-in boşdur mu? Yox, 9 var. Hə, onda gəl 9 da əlavə elə, integer tipində deyirsən, S-də boş sətrə çevirsən. Bura heç vaxt girmir deyə bu if şərti ödəyir axı 9. 9 burada ödəyir və ez qoluna düşmür. O ez qoluna deyirəm ki, ez qolunun içindəki də çölə çıxardıram. Deyirəm ki, ən axırda o 9 varsa, S-in içi əgər boş deyilsə, onda gəl burada elə onu. Bax, indi 166-nı çıxardacaq. Salam, 123, enerjisindən 33, salam 9 deyirəm və 166 çıxır. Tam aydın. Armud 11 heyvan verəndə də 21. Alma, hə. O birisini də verəndə oldu. Run etdim. Kopyalamaq seçməli. Aha, 21. Tam aydındır. Hə.
Kimə aydın deyil? Murad, Mədinə, Aydın mən. Camal. Başa iştimalistlər gözləyim. Biraz uzundur. Sonra. Böyle asan. Asan yani ne yani? Gəlizliyi var. Böyle sol şərkiqə bu. Düşər. Artıralım. Açıla. Ətraflıya sallarım. Çünki RFO salmışlar axırda. Silim, bağlayaq bunu. Növbəti baxaq 30-a. Qeyd elədirsə. Sesini aldım mən evdə. Sesini aldım. 30-a baxdıq. 30-da nə deyir? Baxdıq. Deyir, ls list verib. Deyir, siyahısının tək indeksli cüt elementlərinin 8-li say sisteminə çevirərək çıxışa verən proqram faktını yazın. Ekran görürsünüz dəqiq ki. Yenə də ehtiyatla bunu açsaq getməsin. Deməli, ls listimizi vermişəm. Ls listini necə veribsə, bax, belə əgərsə list veribsə, elə listi programa köçürdün uşaqlar. Klaviaturadan daxil edilib deyirsə, onda bunu yazmayacaqsın manuel olaraq. Amma belə yazılıbsa yazın. 623, 123, 5, 67, sonra 89 var, 34, 12, 45, və nəhayət 678. Deyir ki, siyahısının tək indeksli cüt elementlərini 8-lik say sisteminə çevirərək çıxışa verən proqramın faytonunda yazılır. Birinci deyən boş list verək də mən. İndi nə istəyir birinci? Tək indeksli cüt elementlər, düzdürmü? İndi tək indekslər hansılardır? Gəl onu tapaq. Bax, bu 0-dan 10-a kimi verək, mənim range verək də. Aha. Ki, onu range verəndə onu götürməyəcək üçün 9-a qədər tək olanlar. Aha. Oradan da cüt olanları ayırmaq üçün ayrıcıq if şərti verərək. Belə yaza bilərsin, bax. Tək indeksli cüt elementlərin 8 sayısını çevirək deyir də. Sən necə deyirsən, bir dənə B boş istəyirsən ya da. Bəli. Aha, ora deyirsən ki, əlavə. Cütləri onun içinə əlavə. Olar. For dövrü açarsan indi, for in range verəcəksən. Çünki mənə indeksi lazımdır, düzdürmü? Len 0-dan 10-a kimi. len ls-ə kimi. Düzdürmü? Uzunluğuna qədər deyirəm. Tam aydındır, görünür, alır. Uzunluğuna qədər götürürəm. İndi burada mənə lazımdır tək indeksli cüt elementlər. Gəlib yoxlayıram, deyirəm əgər indeks nədir məndə? İdi. Deyirəm Onun i faiz 2 bərabər 0 olsa, onu götürüb əlavə eləyək. fərqlidirsə 0-dan, deməli təkdir indeksi, düzdür? And və elementi də nədir? Cüt elementlidirsə, elementi necə yoxlayacağam? Denən ls kəsik i faiz 2 bərabərdir 0, düzdür? Niyə ls i? Görmürəm. Görünmür. İndi gəlmə. Niyə ls? Çünki ls nədir? Məndə list. Listimizdir. Listimin deyirəm inci indeksindəki elementi cütdürsə və indeksdə təkdirsə, tək indeksli cüt elementlərinin 8 sayısını çevirərək deyir də. Bunlar cüt budursa, onda gəl çevir bunu nəyə? 8 sayısını. Onda müəllim burada 0-la 0-dır, 1-dir bu ifdən. Onları çıxardacaq. Necə belədir? 0-dır, 1-dir indeksdə müəllim məsələn 23, 45. Onları çıxardacaq listdə, yoxsa necə? Yox, listdən çıxart. Yox, əslində çıxartmayacaq. Hətta B boş listinə ehtiyac yoxdur. Bilirsiniz niyə? Bir dənə dövrün içində hər şey tutaraq da elə. Bayın, diqqətli olun. İndi mənə lazımdır nə? Bunun 8-lik sayısını çevirməklə, düzdür? 10-luqdan 8-liyə çevirmək. Gəl çevirək. Deyirəm ki, bu əslində qapalı testlərdə siz bunu çox görmüsünüz. While yazırdıq ha. While'da nə yazırdım? Deyirdim ki, i əgər 0-dan böyüdürsə, i elementi, daha doğrusu i indeksimdir. ls kəsik i 0-dan böyütürsə element. Aha, bunun nəyə lazımdır? Sonuncu rəqəmi də düzdür? Sonuncu rəqəm bərabərdir q, yəni. En doğrusu. En faiz. Necə? En 10 faiz.
N 10%. Hə, ay sol. LS kəsik I faiz 8. Çünki 8 sayısını çevirirəm. 8 sayısını bölmürəm onda. 8-ə bölmürəm. Qalığı verəndə. Ay sol. Qalığım götürüb nə etməliyəm uşaqlar? Bax, ilk aldığım qalıq 8 sayısını böləndə çubuqlu şəkildə. İlk aldığım qalıq. Məsələn belə. Hər qalığı onun arxasına bölməliyik də. Ay sol, yəni 125-dir məsələn. Bunu 8-ə böləndə ilk aldığım qalıq hara düşür? Əvvələ. Əvvələ. Yox. Axıra Başa düşür. düşmədi də. İlk alınan cavab Bax, ən axırda yazılmır mənim. ən axıra yazıb. Bax, burada məsələn aldım, buradan götürdüm, beləncə gedirəm düzdür. Buradan başlayıram da, yəni 1 1 1 ən axıra düşür. Bura əvvələ düşür, axıra düşür. İlk aldığım qalıq. İç böylədir, yoxsa balcılardır? Axırıncı qalıq qalıq. ilk olur da mənim. Axırıncı alınan cavab ilk yazılır. Bəli. İlk birinci Məsələn, cavab ilk axırda aldığın yazılır. qalıq ən axırda olur. Ən axırda olur. Ha. Ən sonda aldığım qalıq da ən başda olur. Düzdür? İndi ona görə ilk aldığım qalıq ən axırda olduğuna görə bir dənə yuxarıda sadəcə bax burada hər dövrün daxilində, hər yeni dövrə girəndə bir dənə S boş sətr yazacaqsınız. Hətta bu şərtin daxilində də verə bilərsiniz bunu. Bu şərt də ödəyirsə, bir dənə S boş sətr yaradın. Və S boş sətr yaradandan sonra gəlin burada toplayın. Deyin S bərabərdir. İndi bax bu aldığım ilk qalıq axıra düşsün deyə birinci Q üstələnsin. S yoxsa S üstələnsin Q yazın. S də yazılır. S plus Q. Bəli. Bax S plus Q desəm, o ilk verdiyim topladığım Q Q plus S olacaq. Q plus S olmalı. Q plus S olmalıdır ki, hər dəfə əvvəlinə əlavə eləsin ki, Q-nin əvvəlinə yaz. ilk topladığım Q axıra düşsün də, düzdürmü? Tam aydındır nə deyirəm? Bəli. Bax STR Q üstə gəl S. İlk dövrdə bu Q-nü mən S-in üstünə gələndə, sonra növbəti dövrdə də hər dəfə S-in əvvəlinə gələcəm da. Deməli ilk gəldiyim Q axıra düşəcək, düzdürmü? Əla. Düşürəm aşağı. Sadəcə burada deyirəm ki, kimi lazımdır azaltmaq? LS kəsik I. Deyirəm LS kəsik I bərabərdir. Mənimsə LS kəsik I 2/8. Bu da belə. Yəni 8-ə tam bölürsün. 8-ə tam böl. Bunu çevir daha. Belə çevirə-çevirə gedəcəkmi? Çevirə-çevirə gedəcək. Hər dəfə də çevirdikcə bunlar nə deyir? Deyir 8 sayəsini çevirərək çıxışa verəm. Elə çevirdin. While-dan bir dənə çölə çıxırsam, print-ə verirsən bu while-ın Amma bu sonundakı. B ilə də vermək olardı da mənim. Necə? B ilə. B boş list yaratdı demək. Başda, sonra sildi. Başda boş list yaratmışdı. Z B bərabər. Hə. Onunla da vermək olardı da. Ən axırda append yazıb onun üstünə qaldı. Hə, istəyirsən elə eləyək. Gəl belə desən də B bərabərdir bir dənə boş list. Gəl burada sadəcə ən axırda hər dəfə B listinə əlavə elə, append elə. Həmin LS kəsik i-ni, LS kəsik i-ni yox, S-i, düzdürmü? Və dövrdən çölə çıx, ən çölə. Print-ə ver S-i, daha sonra B-ni. İndi listin içində bütün 8 sayəsindəki elementlər gələcək. Bir dənə 42 gəldi. Deməli, bir dənə element ödəyir. O da 42-dir. 42-də hansıdır? 42 yox deyirsən. Bax, tək indeks lazımdır mənə. Tək indekslər hansılardır? 45, 123 və cüt element. Bu 45 təkdir, 123 təkdir, 67 təkdir, 34. Elə 34-ü çeviriblər uşaqlar. 34-ü çeviriblər də. 67 təkdir axı elementi. Elementin özü cüt lazımdır mənə. İndeksi tək, elementi cüt. Hə, cüt element olsun, o 8-lik sayəsidir. Aysun, cüt elementi 8-lik tək indeks. çevirmədən olsaydı. Necə belədir? 8-lik sayısını sisteminə çevirməsəydik, onda 34-ü verəcəkdik. 8 sayısını çevirməsəydi, onda 34. 34. Hə, 34-ü verəcək, bəli. Bildin? Bax, bu şərtdir. Bax, görmək istəyirsən sonu həqiqətən də. Print-ə ver, birbaşa burada LS kəsik i-ni. Görək kim gələcək. Bax, 34 gələcək. 34 və 42 gördünüz. Hətta bu 42-ni də belə listin içində verməyək. Gəl, gözümüzdən tam görək də. Burada da gəl print-ə nə verəcəm? S-i. Bax, 34 ilə 42 gələcək. Gördünüz? 34 gəlir. 10-luq sayəsindədir bu 34. 42 isə 8 sayəsindədir. Print-i sildim. Tam aydındır. Kimə aydın deyil desin. Biraz qarışıq ola bilər.
Hani məhz şey Hı. listədəki bütün cüt ədədləri çıxartmaq üçün nə edə bilərik? Listədəki bütün cüt nəyi? Ədədləri. Cüt ədədləri. Onda ls kəsi i faiz 2 bərabər. Bu şərti vermə də elə bil ki. Bax bunu vermə. Hamısını 8-yə çevirək, yoxsa necə? Yox, Hə. 8-yə yox. Hə. Listədəki bütün cüt ədədləri tapaq. Hansılar cütdür? Hə, füsudur. Bunu bir dənə qeyd edin, gəl yazaq onu. Asandır, o bundan daha asandır. Onda sadəcə bu hissəni silirik də. Hə, heç bu while yazmayacaqsan, bax bu while-ə ehtiyac yoxdur, bu else-də ehtiyac yoxdur. Bu if-də də bu hissəyə ehtiyac yoxdur, bunu siləcəksən. Birbaşa altda verəcəksən print ls kəsi i. Başa düşdün? Başa düşdüm. Hamı başa düşdü? Dəqiq. Bağladım. Səsiniz gəlmir. Yani başa düştüm. Biraz yok. Başa düştüm. Dövgünün içinde dövgü. Şu alemler birbirine. İmtahanda belə çıxmaz mənim. Verər, niyə vermir? Dedim ki, imtahanda şeydən düşmüşdü. RFO sual düşmüşdü bir dəfə. Yəni, çox çətin olmayacaq uşaqlar. Yəni məndə deyəsən o suallar düşüb dururdu. Hansı suallar? Olimpiyadan suallar. Olimpiyada suallarına hələ baxmayaq. Olimpiyadan suallarına baxsaq siz vəbşəm orada error verəcəksiniz. Evet, lap da Çox qəribə suallar var idi deməli. Bilirəm, ora baxdım mən bir neçə suala baxmışam. Birinə baxmışam hətta. Onu hələ sırf dim üsul getmək lazımdır. Bir. Dim üsul gedəndə lap da uzanır kod. Sonra baxarıq. Qoy bunları tam qutaraq ondan sonra baxarıq. Beynimiz ondan sonra yorarıq onu. Sonra bu neçəyə baxırıq indi? Hansı suala baxmışsınız deməli? Yadımda deyil ki adı. Siz mənə deyin görüm har neçəyə qədər yazmısınız? For dövrünün ətraflısını. Hə, mən yazmamışam. 148-i. Niyə? Hə, mən Muratdan soruşdum, dedim əlimə heç nə Mən elə söz deməmişəm. Elə deyil. Allah aşkına şey demişəm. Yanıldım. WhatsApp-da. WhatsApp-da Yalan yazmışam. Allah. Sonra sənə bax. Onda sən belə çıxır ki, Murad da ətrafını yazmayıb, elə? Mən bunu elə söz deməmişəm. Yalan. Soruşdum. Ətraflı yazmısan? Dedim yox. Bax, nəyə baxırsan yazmamısan? Bayaqdan 20 sınava baxırdım. Soruşdum, mən də nəsə. Elə söz deməmişəm. Uşaqlar, Mədinə neçəyə qədər yapmışsan? Murad neçəyə qədər yapmışsan? Deyin. 110? Onda 110'dan sonra baxaq. Allah. Sadece vakit çatmaz. Ben 110'a çünkü diyesin burada bakmıştım. Bırak burada baxmışdı. Onda 110'dan sonra baxaq canım. Dediğim sözü değil. Yığır. Hə, yığır. Vəsə. Gəl 110-dan sonra baxaq. 110-dan sonra neçə gəlir? 111. Aha, Burada qeyd edirsiniz sonra. yaxşı. 111. Baxdıq, deyir n sayda ixtiyar natural ədəd klaviaturdan daxil edilir. Bu ədədlərdən tək olanları K siyahısına, cüt olanları isə M siyahısına əlavə etdikdən sonra siyahıları çap edən. Deməli bax, Birinci en input verir. aha, n sayda nə? N sayda ədədimi verirəm. Yəni n integral input. Bu mənim sayım. Düşdüm aşağı. Deyir ki, indi bu ədədlərdən tək olan K siyahısına, deməli bir dənə K listi yaradıram. Bayaq soruşduğum sual gəldi deyəsən. Bir də hə, onun kimi bir şeydir. Bir də cüt olanları isə M siyahısına. M də bərabərdir. İndi bax, n sayda ixtiyar natural ədəd var da. Bax, burada girişi görürsünüz uşaqlar. Bu 4 var ha. Bu ədədlərin sayıdır, qarışdırmayın. Bu ədədlərin özü deyil. Bu 4 sayıdır. Bax, ondan sonra 4 dənə ədəd gəlir. 56, 25, 13, 42. Dövgünün içinde imzalanacak da. Deməli, aysu for deyəcəm burada, bax, for. Range neçəyə qədər? N-ə qədər desəm, elə 4, neçə səfər desəm o qədər dövüləcək, düzdür? Məsələn, Burada bura... belirləyəcəm, mən əgər bölünürsə 2-yə qalxsız, Aha. onu üstə əlavə eləyək. Aha. Yox,
bölünmürsə təkər. Tək əlavə edəcəm. Vəsə, bax burada gəlirəm A bərabərdə integer input deyirsiniz. Düzdür? Gəlirəm burada deyirəm ki, əgər A faiz 2 bərabərdirsə 0-a, yəni cütdürsə, onda cütü kimə də əlavə elə? Tək olanlar konstant M-ə, cüt olanlarsa M-ə. Cütün, hə. Düzdür? M.append İ. A-nın elə özü. A var axı. Hə, A, düzdür? Burada xaya götür. I bizdə heç nə bir məna da. I sadəcə dövrlərin sayıdır. Tamam. Else qoluna da düşürəm. Deməli təkdirsə element, onda K.append. Connect-append A. A, vəsə. Burada niyə A verdik ki? Niyə A verdim? B də verə bilərdim. Ürəyin nə istəyir? Prosta Yox, I onda əlavəsi yoxdur ki. I sadəcə burada dövrlərin, bax bu for sadəcə dövrlərimin sayıdır. Hə, başa düşdüm. Yəni 5 dənə elementi daxil edə bilim deyə. 5 dənə element hardan daxil olur? A-da. Hər dövrdə bir element olur da. Başa düşdün? Başa düşdüm. İndi ən çölə çıxıram, bax if-dən də, as-dən də, for-dan da. Aynan M-i ayrıca. Və for-un düz altında yazıram ki, print. Birinci bizdə nə istəyib? K-nı verək mən. Bax birinci cütləri istəyib, yəni M-i verib. Sonra da K-nı verib, təkləri çıxardım. Düzdür? Run edirəm. 4 dənə element. Deyirəm 56, 25, 13, 42. 56, 42, 25, 13. Başa düşdük. Dəftərinizə qeyd edeyim bir dənə bunu. Məncə digərlərinə baxan, 20 sınaqdakı testlərə baxanda bu asandır. Hə, 20 sınaq çəkəriz. Gələcək dur. Neçə dərs vaxt olacaq? Təxminən. Məncə ora bir günə bitər, bu günə bitər. Yox, biraz uzun çəkir mənim normalda. Ora. Ümumiyyətlə bu yolları nə vaxt düzəldirlər? Bu şey bu məktəbdən gedən 196-nın arxasına gedən yol 2-3 gün elə ora dağ kimi yer qalmışdı. Ondan Fırlanıb sonra keçirdi. biz 4-cü gündə. O xırda düzəldirlər. Burada problem yoxsa yoxdur. Burada bura müəllimin otağıdır. Böyük ehtimal ki sabahları burada Sabah keçə bilər. 11-ləri çağırmayıbsa Mehriban müəllim. Boş olur. Bilmirəm indi böyük ehtimal öz dərsimizdə olacaq, öz otağımızda olacaq. Başa düşdük bunu dəqiq. Məncə də keçsinlər. Qeyd edin. Kim başa düşmürsə desin onlayn çəkinməyin. Dərs 112. Nə deyir? Deyir ki, kalkulyanın daxilmiş natural ədədin sonunda neçə sıfırın olduğunu çap edən proqram var. Ancaq sondakı sıfırlar. daxil edir belə. Bəli. Ancaq sondakı sıfırlar istəyir ha. Neçə sıfır var burada bax? 3, 5 dənə. Burada 4 dənə. Burada sıfır yoxdur sonda. Bax sonda yoxdur. Burada var ha, arada, amma sondakını istəyir. Deməliyəm ki, diqqətimiz burada olsun. Dərsə var. M bərabərdir. Hamı diqqətini versin dərsə. M bərabərdir integer input. Gəldi. Burada müəllim sağ ol. Hamı da gəldi ekran. Məndə ekran olsun görsən. Problem yox. Bəlkə deyirəm. Normalda işləyirdi o. Bu kim bəxtəsən? Normalda işləyirdi. M bərabərdir integer input yazılır uşaqlar. Bax axırıncı sıfır lazımdır mənə, düzdür? Gör neyniyəcəm? Bax məntiqə baxın. Deyirəm ki, while dövrünə mən buna desəm ki, n faiz 10 bərabərdirsə sıfıra, yəni hər dəfə axırıncı rəqəm sıfıra bərabərdirsə dövr davam eləsin deyirəm. Bir dənə də s dəyişən yazıram 0. Baxırsınız, Oğuz, hara baxırsınız? Fikirləşmədim. Aha. Bax n faiz 10 desəm ki bərabərdir 0. Yəni axırıncı rəqəmi hər dəfə deyirəm 0-dırsa. S-dən də bir dənə say dəyişəni yaradacaq. S-i də 0 Hər desəm. dəfə 1 artırsa, Ayso hər dəfə dövrün daxilində deyirəm ki, əgər axırıncı rəqəm 0-dırsa, S plus 1-dir, 1 vaid artır. Və bir dənə də problemimiz nədir? Məsələn, axırıncı 0-ı saydım, onu silməliyəm də. İndi dövrdə bitməlidir, yoxsa sonsuz dövrə girəcək. Nə? Yox. N
bərabərdir n2/10 da. Axırıncı rəqəmi sil. Düzdür? Başa düşdüm. Sil. Axırda nə qədər sıfırın varsa tap. While nə vaxt 4-dən çıxacaq? Axırıncı sıfıra bərabər deyilsə axırıncı çıxacaq. Sıfırdan sonra 0 olmayanda Ücü çıxacaq avtomatik, düzdür? Eşit sapa veririk. Bax indi ədədimi verirəm ki 12 0 0 9 1 2 3 4 5. Nə çıxartmalıdır? 5. 5-də çıxart. Deyirəm 2 3 6 7 0 9 0 1 2 3 4. Nə çıxartdı? 4. Mənim bəs ümumi bütün neçədə sıfır varsa onları necə çıxartmaq olar? Hamısının cəmini. Ümumi neçədən 0 varsa, Onların cəmini. hə, ümumi nə qədər 0? O count onda bir dənə count ver 0. Hə. STR çevir, sonra da count elə 0. Süda. Düzdür? Biraz böyük bir şey fikirləşdim. Yo, daha ən rahat elə oldu da. Doğrudur. Tam aydın. Qeyd edin uşaqlar 112-də. Bizim sınavımız nə olacaq hələ? Bu ayın axırı. Bundan əvvəlki nəticələrini göndərməmişdiniz. Bunu əvvəlki göndərməmişəm. 30 sual olan göndərməmişdiniz. Bunu göndərəcəm. Böyük ehtimal Pythondan düşəcək çoxsu. Hazırlaşın deyə. Yaxşı. Ayın axırında elə bu həftənin sonu 6-cı. Yəni bir bax, maraqlı gəldi, sən necə yazırsan? 30 yazın. Sağ olun. 13'den 5'e Hə. Çox xahiş Suallarına edirəm. baxdıq mənim. Çox xahiş edirəm. 13-dən 5 6-cı gün hamı gəlir və əgər tez gələ bilirsiniz, elə tezdə gəlin. Yaxşı. Şunu. Bu almışdı gündür mü? Bəli. Bağladım. Biraz tez oldu. Tez deyil uşaqlar. 113. 112-ni tam başa düşdük. Dəqiq. 113. Bir kalkulyanın daxil edilmiş en böyüklü bir şərtini ödəyən natural ədədin sadə ədəd olub olmamasını yoxlayan proqramı Python məsələn 2 ədəd daxil etsə proqram sadə ədəddir, 10 ədəd daxil etsə mürəkkəb ədəddir. İndi sadə ədədlər bir nə sadə nə mürəkkəb ədəddir, düzdür? Ona görə elə n-i böyük verməliyəm 1-dən. Deyirəm n bərabərdir integer input. Və gəlib burada yoxlayıram. Deyirəm əgər n 1-dən böyükdürsə o zaman işləsin. Əks halda ezdə nə yazsam 1 nə sadə nə mürəkkəb. Elə yazım bilər ki. Onu yazmayaq. Çünki 1-dən bayaqdan mənfi ədəd versə onda yenə çıxacaq ki 1 nə sadə nə mürəkkəb. Zəhmət olsa birdən böyüdür. Hə, 1-dən böyük ədəd verin ki onu yoxlasın. Ən yaxşısı odur. Deməli, deyəcəm ki, indi burada belə yazaq. Və indi düşünün, bir dənə hərf çək. Vuruqları ayırmaq. Yox, bax, düşünün bir dənə, bax. Məsələn, indi bir dənə ədəd deyin, 25, düzdür? Və yaxud da 25 demək, 10 deyək, 10. Onun sadə olub mürəkkəb olduğunu necə bilirəm? Fikirləşirəm özümdə ki, zaten özünə və 1-ə bölünürsə, bu sadəcə özünə və 1-ə bölünürsə sadədir. Bu iki halı çıxart. Düzdür. Yerdə qalır nə? 2. Onda 10 ver, əməlim. Diqqətli qulaq asın, hələ diqqətli qulaq asın. Yox, yəni qulaq asın. Bax 1 və özünə bölünürsə zaten sadədir, düzdür? O halları çıxın. 2-dən başlayın. 12-yə bölünür. Bölünür. Aha, deməli artıq 2, 3, 4, 5 bunlardan hər hansısına birinə bölünürsə deməli nədir bu? Mürəkkəbdir. İndi 10 6-ya bölünə bilər, 7-yə bölünə bilər, 8-ə bölünə bilər, 9-a bölünə bilər. Yox, onun özündə çıxdıqda o heç. Düzdür? Deməli onda riyaziyyatın digər qaydası. Ədəd maksimum özünün yarısına bölünə bilər, düzdürmü? Özünün yarısına böyük ədədə bölünə bilər, özündən başqa. Yox. Deməli onda mən gəlib dövrünü də qısaldıram. Deyirəm ki, for in range-də deyirəm ki 2-dən başlasın. 1-ə və özünə bölünməni çıxıram. Deyirəm 2-dən 2 bu bölənləri deyirəm ki, range-də verirəm bölənləri. 2-dən başla. N-ində yarısına qədər get. N2/2 plus 1. Niyə plus 1 yazdım? Düşməliyəm. Range-i ikinci tərəfi nədir? Özünü götürmür. Ona görə, düzdür? Özünü də daxilləmək üçün dedim ki, öz plus 1 ilə.
İndi nə verəcək? If verəcək mən. İşləmir. Son çay. Bəlkə işləməkdə problem var mənim. Saatı təzə tam. O gəl. Mən bir an olsun. Tam aydındır bu. Bura qədər. Siqnal gəlir. Aha, Bence sıkıntı. mən çıxdım. Ekranı paylaş. Gəldim. Bu hansıydı? Hansına girdim? Birə gir. HTML 1 idi, nə elə? Bir dəqiqə çıx. İndi gəlməyəcək. Göy ekran olsa alaya. Şükür. Uydu o. Bax. Dərs qutarandan gəldim nəhayət. Bax bu şey var. Hə, ekranda dalıyor. Heç nə öz-özündən işləməyə başladı. Uşaqlar, burada bunu başa düşdük. Foreign range düzdür. Deyirəm ki, bax 2-dən başlasın. N2/2 plus 1. Middən çıxında hamı 3 azalsın. Aha. Siz qalırsınız ha 2 nəfər. Aha, söz. Deməli 2-dən başlayıram N2/2 plus 1-ə qədər. Deməli yarısını götürmək üçün götürdükdə düzdürmü? Düşürəm aşağı. Deyirəm ki, əgər mənim bu n-im if n faiz 2 deyirəm i bərabərsə 0-a, yəni bölünürsə əgər hər hansısa birinə bunlardan, onda f-i 1-ə bərabərləşdirir. Bir dənə də flag metodu yaradırsınız burada. Bax, f bərabərli deyirəm 0. Flag metodu yaradırsınız. Deyirsiniz f bərabər olsun 1-ə. İndi dövrdən çıxıram. Nə deməkdir bu? Belə bir şey vermək olar mı deyim? N faiz if bərabər deyil 0 verib. F-i 0-a bərabər vermək. Bərabər deyil 0-a. Bəli. Onda problemli olacaq. Niyə? Bax indi deyəcəm niyə. Mən mürəkkəb olduğum, əgər mürəkkəbsə f1 olsun deyirəm. Mürəkkəb deyilsə 0-da qalsın. Sən dediyin kimi də amma belə olur ki, əgər bölünmürsə, Bəli. F-də 0 qalsın da belə. bölünmürsə də alınmayacaq axı. Çünki bölünmürsə zaten tamam 1 olacaq. F 0 olduğu kimi qalsın. O nə deməkdir? If n faiz i bərabər deyil 0, Aha. f-ə bərabər olsun. Yox, belə düşün, bax bildim. Biləm fikrimi tam izah edəcəm insan bax. 10 ədəd bölünməyəcək də hər hansı bir ədədə. Məsələn 10 yarısının 1 və özün çıx. 2, 3, 4, 5 düzdür. Bax 2 bölünür. Hə, 3 bölünür. Yox. 3 bölünmür deyə avtomatik f1 olacaq. Amma halbuki 2 bölünmüşdür bayaq. Mürəkkəb daxmı? Bildin? Mən də ona deyirəm ki, əgər bölünürsə f1 olsun. Yəni 2-yə bölünür, artıq mürəkkəbdir. 3-ə bölünüb bölünmədiyi mənim maraqlı deyil. Tam aydındır. İndi düşdüm aşağı. Çıxdıq buradan. Bu if-in daxilində elə deyirəm ki, əgər f bərabər olsa 1-ə, deməli printə nə verəcəm? Mürəkkəb ədəddir sözünü print mürəkkəbdir. Əks halda təkdir. Bəli, mürəkkəbdir. Əks halda sadədir. Print sadədir. Tam aydındır. Bax məsəl üçün 2 necə ədəddir? Sadə. 5 necə ədəddir? Sadə. 10 necə ədəddir? Mürəkkəb. Ha, bildim. 4 dəqiqə qaldı da. Qeyd edeyim bir dənə. Bu önəmli sual idi. Bakalım ekran görüntüsü. Aldınız, Nə mənim? çəkdiniz, yazdınız. Görməyim təzdən gəldim. Bu mənim. Hı? 113. Online başa düşürsüz. Murad, Mədinə. Başa düşürəm. Dəvət söz. Aha. Bu ne isim gözləmir?
Uşaq oynayırsınız ya arxada. Xəbəriniz var. Yox, mən mesajı göndərdim. Nə mesaj göndərirsiniz? Hə, şəklini çəkdim mən. Bir-birinizi atırsınız. Bunu sileyim. Selim. Qeyd ediniz dəqiq. Başa düşdük tam. Niyə silirsən? Bağladıq. Baxaq növbətinə. 114. 114 illəri baxaq uşaqlar, yoxsa bildiniz bunları? Yoxsa çətin gəlir hərdə. Bir də izah edeyim də belə. Baxaq. Deyir, kalsiyanın daxil edilmiş en natural ədədi üçün S bərabərdir. Deməli, S-də nəyə yazıblar uşaqlar? S bərabərdir nə? 1 vurulsun 2, sıx 2 vurulsun 3, üstə yer. Bax, bunun vurmadır, yoxsa toplama olduğunu nöqtələrin digər sağına və soluna var. Nöqtələrin sağına və soluna durub toplama. Deməli, nəymiş bu? Toplamaymış. Vurma bax buradır. Burası saçdırmaz. Bax, vurma budur. Yəni, bu S bərabərdir 0 deyəcəm mən. S-in 0-dır, yoxsa 1-ə bərabər olduğunu başda buradan bildirmişik. Nöqtələrin sağ və soluna. Tam aydındır. S oldu 0. İndi düşdük aşağı. Deyir, bərabərdir, integer input. hə, n bərabərdir integer input. Əla. Bu n-ə qədər gedəcəyini bildirir. İndi n daxildir yoxsa yox? Daxil deyil. Daxildir. N-in özü də daxildir. Çünki n-də vurub baxın üstünə. Düzdür? In range. For, aha, in range. Neçədən başlayıram? 1-dən. Bax, 1-dən başlayıb. N plus 1-ə qədər. N plus 1-ə qədər ki, n-in özünü ötürsün. N plus 1-ə görə yox ha, n-in özünü götürsün deyə n plus 1 yazır. Sonra S bərabərdir. İndi neçəyə artıq? 1, 2, bax niyə? Çünki mənfiyə vurub edərsən mənim. bax diqqətli olun bura. N vurulsun n plus 1-dir. Yəni n 1-ymiş, 1-i vurub 1 üstəyə 1-ə, yəni 2-yə. Gördünüz? N deməli 2-ymiş sonra. 2-ni vurub 2 üstəyə 1 3-ə. 2 vur 3-ə. Orada Gördünüz? niyə çıx olur ki? 1 artıq. 1 artıq. Çıxmanı da elə bax burayla düzəldəcəm. Bax bu nöqtələrdən sonra bu sağ tərəfdəki mənfi müsbətdə düzəldirsə, elə bunu birbaşa yapışdırın bura. Yəni olduğu kimi yazın. S bərabərdir. S üstə gəlsin. N-ləri sadəcə nə ilə bəzəyəcəm? İylə. i ilə. Yazıram ki, möhtərizə içində mənfi 1. Ekranız görünmüyor mu? Paylaşmanı gəlməyimiz. Mən nə ara bunu paylaşmışam? Dayanmışam. Все. Görünür Murat? Ulduz. Və S mənfi 1-in qüvvətində i plus 1 yazıram. Amma i plus 1-i möhtərizəyə almalıyam yoxsa yox? Almalıyam. Çünki əgər almazsam, birinci i qüvvəti aysa i qüvvəti yüksəlib sonra üstünə 1 gələcək. O da mənə lazım deyil. Elə bir şey istəmirəm. Deyirəm birinci möhtərizəyə al. Ondan sonra yenə vur n-ə, i-yə, vur i plus 1-ə. Bax bunu da möhtərizəyə aldım. I plus 1-ə. Bax ifadə budur. İfadəm düzəlir bundan da. Çıxıram. Printə verirəm s-i. Ola bilər ki, sizə bax mənfi 1 m üstü m plus 1 verməsin. Mənfi müsbət olduğu, amma burada mənfi müsbət olduğunu görəsiniz. Biz nə daxil edəcəyik ki, orada yazılanı da versin. Necə? Nə daxil? Hə, məsəl üçün 2 versəm nə olacaq? 1 vur 2 çıxılsın 6. Düzdür? 2 çıxılsın 6. 1 verək də mənə. 1 versəm elə 2 verəcək də. Amma 2 versəm nə verməlidir? 2 versəm nə verməlidir? 2 çıxılsın mənfi 6. Nə verir? Mənfi 4. Düzdür? 8-ə. Mənfi 4. 2 çıx mənfi 6 nə verir? 2 çıx 6 da doğrusu nə verir? Mənfi 6 nə verir? 2 çıx 6 nə verir? Mənfi 4. Və yaxud da run edirəm. 3 desəm nə çıxacaq? 3 vur 4 12 eləyir. 12 üstə 12 çıx 4 nə eləyir? 8. 8-də verir. Tam aydın. Ev tapşırığı nə oldu mənim? Ev tapşırığı nə oldu? Yoxda yazdım mən. Sonra qərəzdə məsələn. Tamam. 20 sınaqdan uşaqlar sınaq yetini vermişdim sizə keçən səfər. Sınaq yetini işləmisiniz. Sınaq neçə? Sınaq yetini.
Sınaq setini işləmişdik. İFS keçəndən sonra verdiniz o. Aha. Sonra da kompaniyada bu. Sınaq seçicisi kimdən işləməsi? Sınaq işləticisi işləsin. Dedim mən onu. Bunun davamını, ətrafını yenə işləməyə çalışım. Asan orta atmışdım sizə Word. Nə? Mən də özümüz sınavı gələnlərə atmışdım. Elə. Yəni onu ataq. Sonra evə verirəm bu ətrafını təzədən işləmək. Bu gün bura qədər nə işləmişsə onları təzədən işləyirsiniz, yaxşı? Altına qədər tamamlayın yenə, tamam. Eşitdim. İFZ-in ətrafında işlədim, bunu da. Yaxşı, sağ olun, sağ olun. Normal.